Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Fevral ayının 17-si həftənin çərşənbə axşamının günü 2026-cı ildə son dəqiqə bir xəbərimiz var, onun nəzərinizə çatdırırıq. Rusiyanın paytaxtında faciəli hadisə baş verib. Belə ki, Moskvada yerləşən yaşayış komplekslərinin birinin həyətində Azərbaycanlı ailənin arvadın meyitləri aşkarlanıb. Məlumata görə hadisə Yeni Moskva ərazisindəki Salaryevo Park yaşayış masivində qeydə alınıb. Həlak olanların Vasif və Aygün adlı həyat yoldaşları olduğu bildirilir. Onların pəncərədən özlərini atdıqları ehtimalı var. Ən sarsıdıcı məqamsa odur ki, faciə ailənin 5 yaşı övladının gözü qarşısında baş verib. Hadisə zamanı uşaq evdə olub və hazırda onunla psixoloqlar işləyir. Ümumilikdə ailənin 3 azyaşlı övladı qalıb. Məlumata əsasən cütlük geyim və alt paltar mağazasının sahibi olub. Biznes fəaliyyətlərini əvvəlcə Xanты-Mansiysk Muxtar Dairəsində başlayıblar. Daha sonra isə Moskvaya köçərək evlərinin yaxınlığında mağaza açıblar. Faciənin motivi hələlik açıqlanmır. Hüquq mühafizə orqanları araşdırma aparır.